2021-2022-ci illərdə Azərbaycanlıların Google axtarış sistemində ən çox axtardığı saytlar pornoqrafik saytlar olub. Hətta bəzi pornoqrafik saytlara girişə qadağa qoyulmasına baxmayaraq, yenə də bu saytların axtarışı ilk onluqda qərarlaşır. Xüsusilə gənclər arasında porno asılılığın artması münasibətlər də ciddi problemlərə səbəb olur və psixologiyaya mənfi təsir göstərir. Yalnız ölkəmizdə yox, dünyanın bir çox ölkəsində bu asılılıqdan əziyyət çəkənlər çoxdur. İş o yerə çatıb ki, bir gənc bu asılılığı gəlir mənbəyinə çevirib. Alex Slater pornoqrafiya asılılığından qurtulmaq istəyənlər üçün bir tətbiq yaradır və cəmi 6 ay sonra o, aylıq 250 min dollar gəlir gətirən bir tətbiqə sahib olur. Bu isə bir daha təhlükənin hansı dərəcədə ciddi olduğunu əyani şəkildə göstərir. İnsanların pornoqrafik saytlara asılılığı nə ilə bağlıdır və bu asılılığın nə kimi ziyanları var? Bu asılılıqdan necə qurtulmaq olar? Psixoloq Nizami Orucov bildirir ki, pornoqrafiya izləyərkən beyin yüksək miqdarda dopamin ifraz edir. Bu isə real münasibətlərdən alınan həzzi azaldır və uzun müddətli psixoloji problemlərə gətirib çıxarır. Pornoqrafiya cinsi münasibətlərə dair qeyri-realist gözləntilər formalaşdırır. Cütlüklər arasında müəyyən emosional uzaqlaşma, cinsi narazılıq və münasibətlərdə problemlərlə nəticələnə bilər. Planlama bacarığı azalır, iradə gücü zəifləyir, şəxsiyyət inkişafında bir durğunluq yaşamağa başlayır. Psixoloq bu asılılıqdan qurtulmaq məsələsində kollektiv davranış terapiyasının effektiv olduğunu bildirir. Psixoloq həmçinin texnoloji vasitələrlə bloklama proqramlarından istifadə etməyi tövsiyə edir. Bu asılılıqlardan necə qurtulmaq olar? Bir çox yolu var. Psixoloji metodlardan ən çox özünü sübut etmiş kognitiv davranış terapiyasını qeyd edə bilərik. Asılılıq yaradan düşüncə və davranışları müəyyən edib dəyişməyə yönəldirik. Məqsədli günümüzü planlaya bilərik. Boşluqları faydalı müəyyən işlərlə doldurmaq olar. Texniki olaraq bloklama proqramları var. Yəni telefonda, kompüterdə pornoya girişi məhdud edir, qarşısını alır. Həmçinin də dərhal bu asılılıqdan imtina etməyib mərhələli şəkildə buna keçmək olar. Digər bir məqam isə bəzi porno saytlara ölkə ərazisində qadağa qoyulmasıdır. Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan Respublikasının informasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında qanunun 13-2.3.6 yarımbəndinə əsasən pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatların yayılması qadağan olunan informasiyalar siyahısına daxildir. Stat Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında elektron təhlükəsizlik xidməti haqqında əsasnamənin 3.1.20.1-ci yarımbəndini əsas götürməklə elektron təhlükəsizlik xidməti yayılması qadağan edilən informasiyanın yayılmasının qarşısının alınması məqsədi ilə internet informasiya ehtiyatlarının fəaliyyətinin mütəmadi monitorinqini aparır. Belə ki, elektron təhlükəsizlik xidməti yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə, bu barədə internet informasiya ehtiyatı və onun domen adının sahibinə və host providerə yazılı xəbərdarlıq edir. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edilir. Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə qərar qəbul etdikdən sonra müvafiq internet informasiya ehtiyatı barədə məlumatlar yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısına daxil edilir və ona müraciətlərin edilməsi Azərbaycan Respublikasının ərazisinə münasibətdə məhdudlaşdırılır. Statın sonu. Bəs maraqlıdır, vətəndaşlar qadağan olmuş bu saytlara giriş etdikləri zaman hüquqi cəhətdən hər hansı bir məsuliyyət daşıyırlarmı? Hüquqşünas Şamil Paşayev deyir ki, pornoqrafik materiallarla bağlı məsələlərdə cinayət məsuliyyəti yaradan normalar əsasən pornoqrafik materialların tamaşasına yetkin yaşa çatmayan şəxsləri cəlb etmək, bunun ticarəti ilə məşğul olmaq və uşaq pornoqrafiyasının dövriyyəsi ilə bağlıdır. Burada əsasən qorunan məsələ bu məsələnin ticarətidir, uşaqların cəlb edilməsidir. Bu xüsuslara nəzarət etmək lazımdır ki, yəni dövlətin də insanların da bu məsələdə əsas məsələsi həmin materialların bu kimi xarakterici uşaq üçün, reklam üçün alınıb satılması və s. ticarəti cinayət məsuliyyəti yaratsın. Hər hansı bir şəxsin hər hansı bir materiala özünün baxması və yaxud da axtarması, tapması həmin şəxslərin, məsələn, aktyorlar var, aktrisalar var, hansı ki sırf porno biznesi ilə məşğuldur. Onların videolarına kiminsə hər hansı bir saytdan baxmasına görə onların cinayət məsuliyyətinə cəlb edilməsi absurddur və mümkün deyil.
Qeyd edək ki, pornoqrafik saytlara giriş statistikasına görə ilk 10-luqda yer alan ölkələrdən 9-u müsəlman ölkələridir. Bu sıralamada qardaş ölkə Türkiyə 10-cu pillədə, Pakistan isə 1-ci pillədə qərarlaşıb. İman İmanlı, Arif Əliyev, APA TV.